mətbuatın, teatrın yaranması, ədəbiyyat və incəsənət. Deyəsən heç maraqlandırmır səni. 19-cu əsrin 30-40-cı illərində Tiflisdə rus dilində çıxan qəzetlərdə Azərbaycan türkçəsinə Tatar xəbərləri, Tatar xəbərləri, Qafqazın bu tərəfin əxbarı adlı əlavələr çap edilirdi. Bir də qeyd edirəm ki, Tiflisdə rus dilində çıxan qəzetlərə əlavələr olunurdu. Lakin bu qəzetlərdə yalnız rəsmi sənədlər, hökumət qərarlarının Azərbaycan dilində tərcüməsi verilir. Xalqın həyatı, mədəniyyəti haqqında heç bir məlumat dərc olunmurdu. Ona görə də bu qəzetlər milli mətbuat nümunəsi sayılmırdı. Həsən bəy Zərdabi milli mətbuatını ziyarətmək üçün 3 il ərzində məqsədyönlü şəkildə fəaliyyət göstərmiş, İstanbuldan ərəbcə mətbə hərfləri, yəni şriftləri, Tiflisdə və başqa şəhərlərdə mətbə avadanlıqlar alıb gətirmiş. Uzun yazışmalardan sonra 1875-ci ildə 1875-ci ilin iyulun 22-sində Bakıda Əkinçi qəzetinin 1-ci nömrəsi çap edildi. 1875-1877-ci illər ərzində Əkinçi qəzetinin 56 nömrəsi çapdan çıxdı. 2 il ərzində. Ana dilində çap olunan Əkinçi qəzeti hətta qərb ölkələrində də tanınırdı. Bu hökuməti Əkinçi qəzetinin Osmanlı dövlətinə rəğbətlə yanaşmasından narahat olub, qəzetin səhifəsində siyasi məsələləri toxunmasını qadağan etmişdi. 79-cu ildə Tiflisdə Səid Əfəndi Ünsüzadənin redaktorluğunda Ziya adlı həftəlik qəzetin çapına başlanıldı. Səid Ünsüzadənin qardaşı Cəlal Ünsüzadə isə Tiflisdə 1883-cü ildə, yəni 4 il sonra Kəşkül jurnalını, yəni sonradan qəzeti olur, bunu qeyd edeyim, Kəşkül jurnalını nəşr etdirir. Kəşkül Əkinçinin davamçısıdır bir növ. Aydındır, dərməyə çalışır. Təsadüfi deyil ki, Azərbaycan milləti ifadəsi ilk dəfə bu qəzetdə işlənmişdir. Ki, o vaxta qədər Azərbaycan milləti deyilmirdi, Tatar deyilirdi bizə. Bu isə əhaliyə öz milli mənsubiyyətini anlamaqda böyük bir çətinlik yaradırdı. Teatrımız 1973-cü ilin martında, yadında saxla, Bakı Real Məktəbinin müəllimi Həsən bəy Zərdabi dayanmır. Bütün nələrdə var? Məktəbin müəllimi Həsən bəy Zərdabi ki, biz bunu Cümhuriyyət nəyində oxumuşduq? Cümhuriyyətçi qadınlar, Cümhuriyyətdə işıq saçan qadınlar kitabında oxumuşduq. Nəcəf bəy Vəzirov tərəfindən Mirzə Fətəli Axundzadənin Sərgüzəşti Vəzir-i Xan ilə Lənkəran komediyası tamaşaya qoyuldu. Bu tamaşa Azərbaycanın mənəviyyatında çox böyük hadisə idi. Çox böyük hadisə. Sonra beləliklə milli teatrımızın əsası qoyuldu. Neçənci ildə qoyuldu? 1873-cü ildə. Sonraki illərdə Bakı Teatr Həvəskarları qrupu peşəkar aktyorlar truppasına çevrildi. Görkəmli xeyriyyətçi sahibkar, xalqımızın tərəqqisi yolunda böyük xidmətləri olan millətin atası adını qazanmış Hacı Zeynalabdin Tağıyev isə elə bu səbəbdən 83-cü il Bakıda ilk teatr binasını tikdirdi. 19-cu əsrin 80-90-cı illərində Bakı ilə yanaşı Şuşa, Quba, Şəki, Gəncə, Naxçıvan və İrəvanda da teatr tamaşaları göstərilir. 1895-ci ildə Bakı Artistlər Cəmiyyəti təşkil olundu. 1895. Yadda saxla bu tarixi. Sonra rəssamlıq, memarlıq və musiqi. Baxaq bu yöndə 19-cu əsrin sonlarında nə hadisələr baş vermişdir? Azərbaycanda aşıq musiqisi və muğam sənəti inkişaf etməkdəydi. Aşıqlarla Molla Cuma və Aşıq Ələsgər aşıq musiqisinin inkişafına böyük töhfələr verdilər. Azərbaycan muğam sənətinin Xarrat Qulu, Hacı Hüsnü, Məşədi İsi, Cabbar Qaryaxdıoğlu, Sadıqcan kimi nümayəndələr nəinki Qafqazda, onun hüdudlarında, çox yox amma, yaxşı tanıyırdılar. Hüdudlar deyəndə, yəni yəqin ki, şeyi nəzərdə tuturlar da, indiki Gürcistan ərazisini nəzərdə tuturlar, başqa belə düşünmə, dünyaya çıxartdı, elə bir şey yoxdur. 19-cu əsrdə Azərbaycan rəssamlığında portret janrı inkişaf etmişdi. Rəssam Mirzə Qədim İrəvani, İrəvan Xan Sarayındakı güzgülü salonun divarlarına Abbas Mirzə, Fətəli Şah portretlərini, həmçinin cavan oğlan, oturan qadının rəsmlərini çəkmişdi. Yadında saxla ki, güzgülü salon sualı hər il yüksəlişə düşür. Güzgülü salon kimin əsəridir? Kimin əsəri oldu? Mirzə Qədim İrəvaninin əsəri oldu. Dövrün digər rəssamı Mir Mövsüm Nəvvab çoxlu miniatür və illüstrasiyalarla yanaşı Əmir Teymurun portretini də yaratmışdır. Ustad rəssam Qəmbər Qaryardıoğlu 19-cu əsrin ortalarında şagirdlərlə birlikdə Şəki Xan Sarayının divar rəsmlərini bərpa etmişdi.
Daha sonra şəhər salma işində də bu dövrdə memar Qasım bəy böyük rolu oynamışdı. O Bakı şəhərin mərkəzi meydanı tikintisində, yəni indiki Fəvvarələr meydanı yadda saxla, həyata keçirmişdi. Onun yaratdığı ən böyük memarlıq abidələrindən biri böyük karvansarı hesab olunur. Dövrün digər görkəmli Iosif Qaslavskinin layihəsini əsasında 19-cu əsrin sonunda Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi inşa edilməyə başlamışdı ki, bu da çox qəşəng bir məktəbdir. 100 illiyin sonunda Bakı milyonçuları arasında gözəl tikdirmək yarışı gedirdi və onlar bir-biri ilə demək olar ki, bəhsinə gözəl və dəbdəbəli binalar inkişaf edir. Hər biri memarlıq ikincisi hesab edilən yeni tikililərə milli və Avropa üslubları ustalıqla uzlaşırdı. Burada yazmayıblar, amma ki, yadında saxla ki, Gülüstan Sarayı, Səadət Sarayı, sonra